Salam dəyərli tələbələr, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə həm rus dili kursum haqqında qısa məlumat verəcəm, həm də ümumiyyətlə bir çox kurslarda tətbiq olunan metodlara toxunaraq qrammatika dili ilə danışıq dilinin fərqini izah edəcəm. Və bu videodan sonra artıq başa düşəcəksiniz ki, aylarla, hətta illərlə kurslara getməyinizə baxmayaraq niyə hələ də rus dilində başa düşə bilmirsiniz və rahat ünsiyyət qurmaqda çətinlik yaşayırsınız. Əsas problem ondan ibarətdir ki, kitablarda sizə öyrədilən rus dili ilə rusların real həyatda danışdığı dil tamamilə fərqlidir. Kurslarda istifadə olunan dərs işlər əsasən qrammatikaya, testlərə, çalışmalara yönəlib, amma biz real həyatda danışıq zamanı demək olar ki, bu qaydaların heç birinə əməl etmirik. Bunu öz ana dilimizdə də açıq-aydın görürük. Ona görə də yalnız qrammatika və test işləməklə bir dildə danışmaq mümkün deyil. Dil öyrənmə prosesi belə işləmir. Mənim dərs metodumun əsas məqsədi isə budur. Kitabdakı kimi danışma, ruslar kimi danış. Yəni, dərslərdə biz real diyaloqlar, gündəlik ifadələr və həyati situasiyalar üzərində işləyirik və bunları təbii danışıq formasında istifadə etməyi öyrənirik. Məsələn, kitablarda sizə «Что ты делаешь?» Nə edirsən? Yəni, öyrədilir, «Что ты делаешь?» Amma real danışıqda ruslar bunu çox vaxt «Что делаешь?» formasında deyirlər. «Что делаешь?» Yəni, bizim dildə desək, nə edirsən kimi. Videonun sonunda bu arada bununla bağlı qısa diyaloq nümunələri paylaşacağım. Bir neçə diyaloqdan ibarət. Fərqləri özünüz açıq-aydın görəcəksiniz bu diyaloqlara nəzər salaraq. Mütləq sona qədər baxın, sonda o diyaloqları görəcəksiniz. İndi isə dərs metoduna qayıdaq. Dərslərdə biz vaxtı uzun-uzadı qrammatika izahlarına yox, sual-cavaba, cümlə qurmağa və danışığa ayırırıq. Əsas məqsəd tələbənin dilini açmaq və onu maksimum danışdırmaqdır. Evə klassik tapşırıqlar verilmir, amma xüsusi məşq proqramı hazırlanır və tələbə evdə həmin məşq proqramı üzrə çalışır, o proqrama qəti riayət etməlidir və bu məşqlər, belə deyim ki, sizə əsasən dinləmə üzərinə qurulur. Çünki bir dili öyrənərkən həm real danışıq dilini anlamaq, həm də başa düşmə qabiliyyətini inkişaf etdirmək üçün maksimum səviyyədə çox dinləmə vacibdir. Qulağınız dilə öyrəşdikcə, yəni o sözlərə, rus dilində misal üçün o sözlərə dinləyərək öyrəşdikcə, yəni alışdıqca artıq bu sözlərə, artıq sizə yad gəlməməyə başlayır və bu proses şuuraltı şəkildə baş verir. Buna ən yaxşı nümunə məhz türk dilidir. Ən yaxın bizə göstərə biləcəyim nümunə türk dilidir. Çoxumuz çünki türk dilini qrammatika ilə yox, yəni məhz dinləmə yolu ilə öyrənirik türk dilini. Amma təkcə dinləmə də kifayət etmir. Praktika mütləq olmalı. Əks halda dili sadəcə siz anlayırsınız. Amma iş danışmağa gəldikdə yenə çətinlik çəkirsiniz. Yəni, dərslərdə iki əsas amilə üstünlük veririk. Danışıq və dinləmə. Məhz bu metod sayəsində qısa müddət ərzində tələbələr rus dilində danışa biləcək səviyyəyə çatırlar. Daha detallı məlumatı sınaq dərsi zamanı ətraflı izah edirik. Dərslər fərdi şəkildə keçirilir. Əlaqə üçün WhatsApp nömrəsindən yaza bilərsiniz. İndi isə keçək videonun nümunə diyaloqlar hissəsinə, az öncə sizə bəhs etdiyim qısa diyaloqlara baxacağıq ki, burada siz eyni diyaloqları həm kitab dili, həm də real danışıq dili formasında təqdim edəcəm ki, fərqi daha aydın görəsiniz. Birinci diyaloq belədir. İlk öncə rəsmi versiya baxırıq bu diyaloqun. Привет, как у тебя дела? Yəni, salam, necəsən deyir. У меня все хорошо, а у тебя как? Yəni, məndə hər şey yaxşıdır, sən necəsən? У меня тоже хорошо, спасибо. O deyir, məndə də yaxşıdır, təşəkkür edirəm. Və indi isə həmin bu diyaloqun real ünsiyyət dilində olan versiyasına baxırıq ki, necə səslənir. Привет, как дела? Все хорошо, а ты как? Тоже хорошо, спасибо. Belə. İndi isə növbəti videoya baxaq. Yenə ilk öncə rəsmi versiyada. Как у тебя дела? Что ты делаешь? Yəni, necəsən, nə edirsən deyir. Ничего. Просто я смотрю телевизор. Я смотрю телевизор. Yəni, heç sadəcə televizor izləyirəm. Elə belə, televizor izləyirəm. А что смотришь? Что смотришь deyir. Yəni, nəyə baxırsan?
Я смотрю фильм. Ardıcıllıq budur. Я смотрю фильм. Mən film izləyirəm deyir. Какой film? Nə kinosu? Hansı kino? Film называется Megan. Yəni film ardıcıllıqla da film называется Megan. Yəni filmin adı Megan'dır. Və indi gəlin həmin məhz bu dialoqu bütün cümlə və cümlə necə danışıq versiyasında biz danışan zaman real ünsiyyətlə istifadə edirik görək. Как дела? Что делаешь? Yəni, fərqi müqayisədə özünüz görürsünüz. Как дела? Что делаешь? Да ничего. Да ничего. Просто телевизор смотрю. Просто телевизор смотрю. А что смотришь? Yəni, nəyə baxırsan? Что yox? Что? Что смотришь? Фильм. А что за фильм? Какой день? А что за фильм? Что за фильм? Меган называется. Да, фильм называется Меган. Megan называется. Belə, yoxdur. Belə bir dialoq baxaq. Yenə ilk öncə rəsmi versiyada. Как тебя зовут? Hamının bildiyi ifadə. Как тебя зовут? Sənin adın nədir? Меня зовут Сергей. Mənim adım Sergeydir. Сколько тебе лет? Neçə yaşın var? Сколько тебе лет? Мне 25 лет. Mənim 25 yaşım var. Bunu təbii ki, bu versiyanı da öyrənirsiniz. Bu versiyada sizə lazım olur hardasa müəyyən məqamlarda. Amma indi bunu real ünsiyyətdə, gündəlik danışıqda belə deyək də, necə səslənir, indi onu görək. Как тебя звать? Как тебя звать? Как тебя зовут? Кстати, как тебя звать? Сергей, да, меня зовут, diyor. Просто Сергей. Сколько тебе лет? Dedik. Сколько тебе? Лет getdi. Сколько тебе? Мне 25. İş cavabda da лет. İşləmir. Сколько тебе? Мне 25. Hətta istəsəz мне, onu da deməyə bilərsiniz. Сколько тебе? 25. Və növbəti bir dialoqa baxaq daha. İlk öncə yenə rəsmi dildə. Çox qısa bir dialoqdur bu. 2 cümlədən ibarət. Sual verir ki, куда ты идешь? Hara gedirsən? Bax, куда ты идешь? Şurada deyir ki, я иду домой. Bax, qrammatik ardıcıllıq. Я иду домой. Mən gedirəm evə. İndi bu dialoqun gündəlik danışıq versiyasına baxacağıq. Yəni ilk belə bir şey deyəcəm ki sizə. Kuda ты идешь? Nəsə bu sual cümləsi yoxdurmu? Kuda ты идешь? Bu ifadəni biz iki ayrı formada qısaldacağıq. Bu da söhbətə görə dəyişən bir məsələdir. Sualı vermə tərzinə görə. Misal üçün birincidə məsələn bax belə bir səsləndirəcəyik bunu. Ты atırıq məsələn. Kuda идешь? Ты getdi. Məsələn qısa. Kuda идешь? Куда идешь? Домой иду. Bax, yenə домой qabağa gəldi. Ya idu yox da. Домой idu. Evə gedirəm. Və yaxud da ikinci səsləndirmə də belə olacaqdır. İkinci qısaltma danışıq dilində iki cürə deyilir. Куда ты? Burada idioşu demirik. Qısaca. Куда ты? Bu daha çox hara belə mənasında istifadə olunur. Bax, danışıq. Bu danışıq dilidir. Yəni bu kitabda məsələn hara belə deyə bir şey yoxdur. Куда ты? Bu danışıqda eşidilir. Kuda ты? Hara belə, yəni hara gedirsən? Qısaca домой. Evə, домой. Belə, deməli bunlar hamısı qeyd etdiyim danışıq dilini təmsil edir bu dialoqlar. Bunlar kimi bir çox ifadə, müraciət növləri, dialoqlar bütöv şəkildə və s. Sözlər var ki, heç biri kitab dilində, qrammatikada öyrədilmir. Lakin danışıq zamanı məhz bunlar istifadə olunur. O kitabda yazılanlar yox. YouTube'da videolar paylaşan zaman çalışacağım daha çox danışıq dilini əhatə edən dialoqlar paylaşım və bütün bunları kurs şəklində də öyrənmək istəsəniz əgər onlayn qaydada müraciət edib dərslərə qoşula bilərsiniz. Bugünlük danışacaqlarım bu qədərdir. Hər birinizə uğurlar arzulayıram. Sağ olun. Görüşənədək.